Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi bölgələrdə keçirdiyi əməliyyatlar çərçivəsində 5 vəzifəli şəxs korrupsiya ittihamı ilə həbs edilib. Gürcüstan mediasına istinadən xəbər veririk ki, həbs edilənlər arasında Marneolidəki 4 saylı orta məktəbin direktoru Dilarə Darğallı da var. Onun vətəndaşdan $300 rüşvət tələb etdiyi iddia olunub. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze həbslərlə bağlı açıqlama verib. O, faktlarla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparıldığını deyib. Qeyd edək ki, Dilarə Darğallı Gürcüstan parlamentinin Azərbaycanlı deputatı Zaur Darğallının bibisidir.